Pauza. Ayağım çox pis tutdu. Ayağım çox pis tutdu. Bəzən Tanrıdan bir arzumuz olur. Və bu arzu üçün, arzunun yerinə yetməsi üçün gözləyirik. Nə vaxt ki bizim arzumuz yerinə yetir, artıq bizim ona nə həvəsimiz qalır, nə də istəyimiz. Sizcə xeyir bunun arasında? Ümumiyyətlə bu sualın cavabı çox gözəldir. Mən belə bir şey demək Bir də o sualı təkrar eləmək zəhmət olmasın. Deyir ki, biz Tanrıdan bir şey istəyirik. Tanrı o şeyi bizə o qədər gec verir ki, artıq onu bizə verəndə bizim ona qarşı nə həvəsimiz, nə də istəyimiz qalır. Xeyir bunun harasındadır və yaxud da Tanrı bunu niyə bizə belə? Səbəb ondan ibarətdir ki, Tanrının işləmək prinsipi əslində o qədər qəliz deyil. Tanrı insanlara nə istəyirsənsə məndən istədiyin. İstəyinizin hər bir şeyini Tanrıdan istəyir. Amma əvəzində bir şey istəyir Tanrı sənə. İnan. Sənin istədiyin şeyə, arzuladığın bir duaya, nədirsə də, və yaxud bunu edirsən, məsəl üçün bunu arzuluyursan Tanrıdan ki, bu təsbih mənim olsun. Sən Tanrıya nə qədər çox güvənirsənsə, inanırsansa, Tanrı onu sənə bir o qədər tez vaxtda sənə yetirəcək. Tanrının sənə yetirdiyi istəyin məsafəsini uzadan da, azaldan da sadəcə sənin Tanrıya olan inancındır. Buna restoran teorisi deyirlər. O bir şey deyil. Təzə modelin... Sən danışa-danışa qəribə fikirlər dedin. Çünki biz fikirlərimizi paylaşırıq. Bəli, bəli. Mən yenə bir əsər seyr eləyə. Bilsən, nə kimi başa düşdüm onu? Əgər Tanrı belə bir siqnal getsə ki, Tanrıya onun mələkləri tərəfindən yerdəki bir insan özündən çox nəyisə istəyirsə, öz canından çox. Məsələn, adam var ki, maşın istəyir, ev istəyir və o dərəcədə istəyir ki, bu artıq onu canından çox istəyir. Artıq özünü unutmuş şəkildə onu çox istəyəndə Tanrı ona həmən o pauzanı verir və onu söndürəndən sonra həmən o maşını verir, həmən o ev verir ki, Egoda. Məsələ onda deyildi. Yəni məsələ nə evdədir, nə maşındadır, nə divardadır, nə oradadır, nə buradadır. Məsələ sənin daxili dünyandadır və rabitəndədir. Sən danışdın, mən fikirlərim toqquşdu və əsər məni poetik bir dünyaya apardı. Gözəl yerlərə toxunduq. Yəni həqiqətən də bu yenə də iki başlıdır. Həm Əlibəyin dediyi tərəfdən də tam aydınlıq verildi, həm də primitiv cəhətdən nə qədər daha çox inanırsansa Tanrıya, bu dəqiqə müasir teoriyada da restoran teorisi deyirlər buna ki, iki nəfər gedirik restorana otururuq, nəsə sifariş veririk, nə yersən, pizza, nə yerəm, burger, sifariş verdik, getdik, biz oturub o sifarişin arxasında düşünmürük ki, görəsən pişirəcəklərmi, görəsən gətirəcək. Tanrıdan istədi bu cür olmalıdır. Yəni istədin unut. Yox, insan o gələcək zaten sənə. O da sənə gələcək. İnanc. İnancın yüksəkliyi sənin məsafəni saldı. Yaxşı bir yerə gəldin. Bax gör insan nə boyda cahil bir şeydir ki, biz hətta yediyimiz yeməyi belə, loxmanı belə o qədər rahatlıqla atır ağzımıza. Elə bilirik ki, onu həzm eləyən bizik. Amma əslində orada elə proseslər gedir ki, insan dərk edə bilmir ki, orada nələr baş verir. Belə olur. Yəni bizim komediyamız həmən o cahillikdədir, belə deyim ona. Bəzi suallar da oradan da cahillikdən də doğar bilər. Cahillik də bir, belə deyim də bir parıltıdır. Niyyətə baxır Tanrı. Niyyətin gözəl olmalıdır. Sən istəyirsən ki, həyat evin olsun, məsəl üçün. Niyyətin nədir? Dostlarım yığışsın, ora gəlsin, ailəm, uşaqlarım, gör nə gözəl niyyət var. Tanrı onu sənə o qədər inanırsan Tanrıya və bir o qədər də özünə güc verərək Tanrı sənə o şansları sənin qabağına çıxardır və tez bir zamanda bunu əldə edirsən. İnsanlar bu şeylərlə siz necə maraqlanırlar? Elə bilirlər ki, nəyisə bilib dayanacaqlar. Yoxdur kainatda belə bir şey, nəyisə bilib dayanma. Nəyisə bildikcə daha çox bilmədiyini anlayacaq mexanizmə çevrilir. Mənə bir sual verdilər bu yaxınlarda ki, bəs insan hər bir şeyi anlayandan sonra yaşama həvəsi qalacaqmı? Mən oradakı bəzi insanlara başa sala bilmədim ki, insanın nəyisə anlayıb qurtarmasının sonu yoxdur. Yəni insanın başqa varlıqlardan, kainat kimi daim genişlənir. Başqa varlıqlardan fərqləndirən bəzi məxsusi nöqtələr var da, məsələn hiss etmək. Tanrı hiss etməyi insana bir əzab kimi verir də, bu Dante'nin ilahi komediyasına gəlir. Bəli. Onda sizə görə ibadət nədir? Mənə görə düzgün yaşamağın özü belə ibadətdir. İbadəti yalnız namazda, kilsəyə gedib şam yandırmaqda, Qurban bayramında qurban kəsməkdə və ya dediyi kimi bu sadəcə ibadətin növlərindən biridir. 72 növ varsa ibadətin, indi elmdə belə bilinən, bilinməyən məsələ nədir? Riayətdədir də. Ən azı bunun 72 növü var
və o 72 növdən məsələlər aparıb mənə. Bu 72 növdən Gərək hər biri dəyişdirəm. biri namazdır Bəli. və ən çox da dindaş qardaşlarımızın, dindaşlarımızın və bu yolda getmək istəyən insanların ən çox sui-istifadə elədiyi ibadət növlərindən biri də məsələ o təəssüflər olsun. Bunu üzülmüş bir insan kimi deyirəm. Bəli. Sui-istifadə etdikləri ən çox namazdır. Onu biraz açardın da, yəni tam başa düşsünlər. Çünki hər adam onun böyük ehtimal ki, onunla bağlı suallar gələcək, o sualların qarşısında. Orada yaxşı bir cümlə qurdun ki, düzgün yaşamaq. məsələn, əslində yuxudan durub, oyanıb, yaşamağa davam etməyin belə sənin Tanrıya ibadətin. Bəli. Deməli, sən bir ümidin var ki, sənin sabaha. Sən oyanırsan. Əgər döngüdəsənsə, Yəni artıq ibadətdəsən. Yəni sui-istifadə olmaz. Bir də indi mənə bir şey danışıblar. Bir nəfər ibadət əhli namaz qılır və bir oğlanla qız sevgili. Orada belə oynayırlar, deyirlər, güllər özləri. Bu da namazını qılır. Namaz bitəndən sonra gəlir bunlara yaxınlaşır, danlayır ki, ayıb olsun sizə. Siz görürsünüz ki, mən burada Namaz qılaram. Allaha ibadət edirəm. Namaz qılıram. Səviyyəcəksən sən bunun ibadətinin səviyyəsini. Bəs siz burada utanmırsınız, siz burada toz-tozanaq qaldırmısınız, əylənirsiniz orada oğlan, qız. Ayıb olsun sizə. Oğlan belə çönür ki, ilahi, bağışlayın bizi. Biz o qədər bir-birimizdə olmuşuq ki, Sizi görmüşük. biz ətrafımızı görməmişik, biz sizi görməmişik. Bağışlayın bizi. Belə qız, oğlan diz çökürlər. Bax, bunlar eşqin ibadətindədirlər. Amma o da ibadətin bir növüdür. Görməyiblər də oradan da onu. O eşqilən. Bəs sən Allaha ibadət eləyirsən, namaz qılırsan, ondan başqa da hər şeyi görmürsən ki, ayıb olsun sən. Qaldırdığın tozuna qədər Belə orada oğlanla qız orada yaxınlaşıblar, cilvələşirlər, koklaşırlar, bir şey eləyirlər. Sevinməkdən sən buna kinayə eləyirsən ki, onlar eşqindən səni görməyiblər. Amma sənin eşqinlə eşqidir ki, Tanrıdan başqa hər şey görür. Tanrıdan başqa hər şey öpürəm sən. Nəsə, deyir birini işə düzəldilər, Salman dedin, indi o qədər şeylə eşitmişəm ki, işə düzəldilər kimdə deyir, yaxşı oğlandır, falandır, əl qabiliyyəti, insanlığı, ora-bura. Özdə namaz qılandır. Yəni bu nə deməkdir? Bu nə deməkdir? Ayrı bir level burada. Yəni gör namaz qılan deyəndə bunu biraz da hörmətini artırmaq üçün. Yəni təmiz adamdır. O da düşür sınağa, gedir işdə elə bir şey olur ki, deyir bu görək bu da sənin namaz qılanın. Hə. Gördün nə nədir? Bəli. Yəni bu obrazlar yaranmasın deyə dindən və din məhrəmiyyətdir. Bəli. Allaha ibadət bir məhrəmiyyətdir. Bunu insanlar bilənlər bilirlər. Elə harda gəldi ortalığa atmaq olmaz. Olmaz. Onun özü bir etik deyil. Təbii. Biz bunu yəni üzülərək bunu deyirik. Pis oldulardan Davam eləyək, davam Bu eləyək. nə sual idi ya Sərxan? Davam Bu edək. sual Amma sən bir dənə söz dedim ki, Bu böyük sual ehtimal ki, düzdür. linç olacaq ha bu suala yox, görə. demə, bu sual üzdü məni yəni. Buna benzer bir sual da verir misiniz? Buyurun. Linçlər gəlmişkən hamısını birdən qəbul eləyək. Bir sual gəlir ki, ruhani terminlərin bu qədər ucuzlaşdığı bir dövrdə insanın daxili boşluğu dərinləşdikcə, bu boşluğu enerji, frekans, kainat kimi sözlərlə doldurmaq cəhdi bir növ münasib xurafat deyilmi? Tamamilə müasir xurafat. Amma müasir xurafat dediyimiz bizə nədir? İnsanın inanmadığı, bilmədiyi, yaşamadığı bir şeyə köklənməyi. Sən kainat deyə bilərsən. Sən kainatın işləmə prinsipini bilirsən. Bunlar hamısı bir-birinə zəncirvari bağlı olan bir şeylərdir. Kodlamadır, nə bilim, daxili dünyadır, kainata siqnal göndərməkdir. Var, yox, bunlar ayrı mövzudur. Amma əgər varsa da, əmin olun ki, sizin düşündüyünüz kimi deyil. O qədər Yəni bunu primitiv peyk deyil. eləmək lazım deyil. Yoxsalma bunu da Yəni bunu bazara çevirmək lazım yəni bu bazar deyil, bu yenə də insanların özləri ilə şəxsi yaşayacağı bir şeydir. Bəs Bu yəni yalan oynanılacaq bir şey deyil. şou deyil. Yəni bu şou deyil. Bəli. Amma Şou deyil. bunun Avropadan 50 ildir bunu şou tərəflərini yayımladılar. Görmürsən o şoya qədər. Hə. O şou getdi, bir məmləkət yaratdı, ruhani məmləkət. Yenə də orada insan azğınlaşdı. Yəni Hə. insan rahatlaşdı, yenə azğınlaşdı. Yenə aləmi qatdı bir-birinə. O şounu günahlandırdılar.
sadəcə insanlar indi terminləri əzbərləyib. Təsəvvür hərimiz mən termin əzbərləmişik, telefon qoymuşuq, telefon Mikrofon. səs yazmaq üçün. Hə. Mikrofon qoymuşuq, danışırıq. Sadəcə terminlər deyirik. Ölüm varsa ömrü həyatında hiss etdiyim şeyləri, həqiqətən hiss etdiyim şeyləri. Yoxsa mən sadəcə elə əzbərliyim danışım deyə danışmaq da onun özü də bir sınaq. Ümumiyyətlə mən keçən Yəni o verilişdə insanlar da sınağa çözə elə bilməsinlər ki, o insanlar qaçacaq o sınaqdan. Yəni sınağın böyüyünü yaşayacaqlar. Ən böyüyünü elə özləri çətin bir yaşayacaqlar. sınaqdır. Mən keçən verilişdə də vurğuladım ki, baxın, bir kitabı oxuya bilərsiniz, bir mövzunu mənimsəyə bilərsiniz, bir mövzu ətrafında ömrünüzü verə bilərsiniz. Amma bir insan o ömrünüzü verdiyi şeyi əgər özü yaşayırsa, əmin olun ki, sizin oxuduğunuz o qədər kitabdan daha üstün. Yəni oxumağınız kifayət eləmir ki, bir mövzu, bir evren barəsində, bir ümumiyyətlə digər mövzular barəsində kimlərəsə ağıl verəsiniz. Yaşantı olmalıdır, yaşantılardan keçməlidir insanlar. Və hər insan da öz yaşantısını yaşayıb, öz əzabını keçdikdən sonra o qapılar onlarda gözünün qabağında açılacaq. Üçüncü gözdür, evrənə siqnaldır. Yox, insanlar sən belə digər başqa bir şeylər. Sən şeylər. yenə səhv başa düşürsən. Çünki onlar düşəcək gözləntiyə. Onu gözləyəcək insanlar. Yaşantı özü Gözlədikcə də o şey gecikəcək. gözləməməlidirlər. Sadəcə yaşantı özü onlara o döngü özü onlara ötürəcək, lazım olan Onu ötürəcək. deyəcəydim, sana onu deyəcəydim. Son dövrlərdə hiss edilmədi. Elə bir insanlar bilmirəm bu yerin materiya qüvvəsi, enerjinin dəyişməsindəndir, yoxsa nədir bilmirəm. İnsanlar keç-keç elə bir düşünmək qabiliyyətini itirmiş. Siz hər kəs düşünmə təqlid qabiliyyəti etməyə maraq təqlid daha çoxdur. bəli, maraq göstərməyə başlayırlar ki, baxaq təqlid eləyək. Yenilik yoxdur. Başa düşürsüz? Yenilik elədir. Hər insanın özü, Bəli. özünə gəlməyi, Bəli, özünə çatmağı, özünə yaxınlaşmağı. Hər insan özü bir yeni bir şeydir. Sadəcə insanlar özlərini kəşf eləmək istəmirlər də, yəni. İnsanlar yarışdan çıxmaq istəmirlər. İnsanlar həqiqətən düşünməyi yox, inanmağı seçir. Təqlid, onu deyirik. Yox, inanmaq özü də bir gücdür əslində. Amma baxır, nəyə inanırsan? Belə deyim də, yeyib-içmək məclislərində dostlar, tanışlar yığışırlar eləyirlər, biraz yeyib içirlər, sərxoş olurlar, baş, beyin, aləm dəyir bir-birinə, birdən görürsən ki, hamı bir-birinə verir. Sən bilirsən mən kimə? Sən bilirsən mən kimə? Ay, nə olur? Nə var qardaş? Nə olub? Gəlmisiniz. Ay da dəli olmuş. Ona bir dənə, o düşünüb də onu deyir mən kimə? Sən bilirsən mən kimə? Bax. Sən bilsən mənim nə əziyyətlərim var. Orada biraz az içən bir adam var idi. Ondan belə dərdləşirəm ki, niyə bu içki məclislərində söhbət gəlir, dəxlisiz bir kimliyə dayanır? Bu nə kimliyə dayanmaqdır? Tək içki məsələni deyil, aqressiyanın qalxdığı hər bir yerdə. Yox, agressiya məsələsi deyil, yox, bu kim? Yoldakı maşın görsən bilsən mən kimə? Genetika indi içki başı da elədi ki, görsən içki adamı ciddi almırıq da. Dedi ki, bu içkilidir. Ağzına gələn danışır. Görsən içki adamı kim ciddi alır? O piyandır və bilirsən ki, bu sabah duracaq, yadından çıxacaq. Bəli. Amma dirəşib ki, sən bilirsən mən kiməm. Çünki bu illərdir bunu axtarır özünü. Və o sualı içkili halda bunlar bir-birinə püskürür. Elə bir 12 nəfər yoxdur məclisdə. Deyir içir, sən bilirsən bu kimdir, o bilirsən bu kimdir. Egolar doyur. Bu Sakrat. Egolar doymağa başlayır. Hani Sakratdan tutmur. Aristotel'dən tutmur. Freyd'ə tutmuş. O da hardan tutursan tut. Mövlanədən tutmuş, Hugo'dan tutmuş. Hamısı araşdırıb ki, biz kimik, biz nəyik? Və hələ də bu davam eləyirsə, sən bir dənə içki məclisində yığışıb, onu tapa bilməzsən. Mümkün deyil. Belə bir dəlilik, belə bir əzab ola bilməz.